İranın paytaxtı Tehranda başlayan etiraz dalğası nəzarətdən çıxan geniş miqyaslı ixtişaşlara çevrilib. Etirazçılarla polis arasında yaşanan şiddətli toqquşmalar, alov bürümüş küçələr və hakimiyyət əleyhinə səslənən sərt şüarlar artıq İran sərhədlərini aşaraq beynəlxalq gündəmin əsas mövzusundan birinə çevrilib. Son 24 saatın statistikası göstərir ki, ölkə üzrə aksiyaların intensivliyi ən azı 2 dəfə artıb. Yaşayış xərclərinin yüksək olmasına etiraz edirəm. Qiymətlərin artmasına qarşı olan bu aksiyanın tələbi odur ki, vəzifəli şəxslər və nümayəndələr xalqa daha da yaxın olsunlar. Mən vətənimi sevirəm və insanların iqtisadi təzyiq altında yaşamasını istəmirəm. İnsanlar ciddi iqtisadi sıxıntı içindədir. Bu bazara baxın, mağazaların heç birində müştəri yoxdur. Niyə? Çünki insanların pulu yoxdur. Həyat yoldaşımın və uşaqlarımın qarşısında utanıram. Biz güclə dolanırıq. Evə çox gecə saatlarında gedirəm. Küçələrdəki gərginlik, ixtişaşlar fonunda siyasi arenada da hərəkətlilik müşahidə olunur. Ölkənin keçmiş şahının oğlu Rıza Pəhləvinin xalqa küçələrə çıxmaq çağırışı və mövcud rəhbərliyə ünvanladığı xəbərdarlıqlar onsuz da qarışıq prosesləri tündləşdirib. Lakin bu amilə də münasibət birmənalı deyil. Bunu unutmayaq ki, Tehran mərkəzli monarşik bir sisteminin təmsilçilərini zaten sistem olaraq indiki rejimlə heç bir fərqi olmayan Pəhləvilər bilinçli bir şəkildə dış mediada, xaric mediasında, uluslararası mediada görünür qılınırlar, gündəmə gətirilirlər. Əslində bu bir mənada da haqlı tələbləri olan digər İranın genəlindəki hərəkətləri bir mənada üstünü örtmək və səslərini də bastırmaq kimi olur. İrandakı ixtişaşları Vaşinqtonda diqqətlə izləyir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump nümayişçilərə qarşı güc tətbiq ediləcəyi halda Tehranı növbəti dəfə güclü zərbə ilə hədələyib. Bununla belə Ağ Ev rəhbəri Rıza Pəhləvi ilə görüşməsi ehtimalına dair sualları da cavabsız qoymayıb. O bildirib ki, indiki mərhələdə Rıza Pəhləvi İrana rəhbərlik etmək üçün münasib seçim deyil. Yəni onunla görüşü yersiz hesab etdiyini bəyan etdi. Düşünürəm ki, artıq Vaşinqton da bunun fərqindədir. Kənardan hər hansı bir şəxsin daxili proseslərə transfer edilməsi, xüsusilə də Pəhləvilər kimi artıq İranda bütövlükdə əsasən ikrah doğuran və böyük qanlı hadisələrə imza atmış, böyük yaşlı uşağın İrandakı proseslərə transfer edilməsi təbii ki, hiddətlə qarşılanır və buna münasibətdə də biz etirazların baş qaldırır görürük. Artıq sosial etirazlar, Pəhləviyə qarşı etirazlar və sair bir neçə fərqli yöndən səsləndirilən mesajlar var. Tehran rəhbərliyi isə etirazları xarici müdaxilə kimi qiymətləndirir. Ali dini lider Ayətullah Əli Xameneyi ictimai əmlaka ziyan vuranları Birləşmiş Ştatların maraqlarına xidmət edən ixtişaşçılar adlandırıb. İranın ali rəhbəri Trampı ölkəsinin problemləri ilə maraqlanmağa çağırıb. Dini lider İranın etiraz aksiyaları qarşısında geri çəkilməyəcəyini və xarici maraqlara xidmət edənlərə imkan verilməyəcəyini deyib. İran prezidenti Məsud Pezeşkiyan isə iqtisadi tələblərin haqlı və legitim olduğunu bildirib. Pezeşkiyan hökuməti çalışır, polisi, Daxili İşlər Nazirliyi ona tabedir. İnsanlara qarşı gözün yumub zorakılığı etməsinlər. Ancaq o sipah ona tabe deyil. O dini rəhbərə və onun ətrafında olan qüvvələrə tabedir. Və mən istisna etmirəm ki, hansı mərhələdə görərək ki, Pezeşkiyan o ixtişaşları yerinə oturdaq bacarmır, ondan heç soruşmadan dini rəhbərin ətrafından qərar veriləcək və başlayacaq qəddarcasına o insanlara da qarşı güc tətbiq olunması. Analitiklər hesab edirlər ki, hakimiyyət əvvəlki etirazları boğa bilsə də rejimin bu dəfə öz mövcudluğunu qoruması sual altındadır. Kütləvi informasiya vasitələrinin məlumatına görə etirazlarda artıq 40-dan çox insan həyatını itirib. 2000-dən artıq şəxs isə saxlanılıb. Ləman Bayramlı, İlqar Abdullayev, ATV Xəbər.